Salam, hər vaxtın xeyir olsun. Biz növbəti evimizə dəvət olunduq. Evimizə radiatorun xətləridir. Onları çəkirik və radiatorumuzda evimiz hökumət verən istiliklə işləyirdi. O da heç deyil işləməsə ondan yaxşıdır və onu ləğv elədik və plintusun üstündən çəkirik. Gördüyünüz kimi kombimiz bax orada olacaq, minutkanın sağ tərəfində. Minutka ləğv olacaqdır. Sabada kombiniz adı qoyarıq. Ancaq bu günləri bu işləri gördük. Ancaq və ancaq çatdırdıq. Niyə? Bu pereqorotkalar hamısı betondur. Nə kərpişdir, nə kubikdir. Sırf betondur. Ona görə almaturaza da ilişdik bir neçə yerdə. Bax elə burada deşəndə qabağımıza 4 dənə almatur çıxdı. Bir təri bir gücbəla ilə, o da perforatorun köməkliyi ilə deşdik, qurtardıq. Görürsünüz, texə hamısı betondur, beton qırıqlarıdır. Yəni, nə kubik, nə kərpiş deyil. İndi xamutlarımızı vurmuşuq, hazırdır. Sabada inşallah payka işinə başlayacaq. Evimizdə 4 dənə radiator var. Bura zaldır. Bir də radiatorum budur. Bu hökumət çəkəndə, bu da heç onda istilik yoxdur. Bax, xamutları vurmuşuq, hamısını hazırdır. Borumuz da gördüyünüz kimi SPK. Buradan da keçək. O birisi tərəfə. Görürsünüz, xamutlar hamısı da yaxından vurulub ki, kombimiz də alınıbdır. Ev sahibinin öz alıb gətirib, merqaz alıbdır. Amma mən Nobel onu məsləhət görərdim. O da deyir ki, da qaytara bilmərəm. Bax, bu da belə. Görürsünüz. Çenik çöldə deyişir. Gedək onu da çəkək. Buradan da radiatoru qoyduq, deşdik o tərəfə. Bizim fikir var idi, traniklə verəm. Sonra dedim, boru gəlməsin plintusun üstündən. Elə buradan deşək, çıxsın çölə. Çölə çıxsın, bir radiator da o bir otaqdadır. Yorulmayasan Murad usta. Deyirəm, gedək çöynəkə də çəkəkdən, o da düşsün. Bu da bizim o birisi axır toçkadır, bu ispanlı. Buradan o tərəfə də radiator yoxdur. Bir dənə bunlar qalır. Bunlar da tez şurupla qaçaq getdik. Daha bəsdir bugün işləmək. Bax odur, oradan çıxıb gələcək bəri. Görürsünüz də nə darısqalı yerdə işləyirik. Bax elə fırlansan gah adamın kürəyi ora dəyər, qol ora dəyər. Bu deyir darısqalı yerdə. Beş, zuluma keçmişik. Fırıqalarını bıraq. Biraz da belə çəkiliş edək, buna da baxsınlar buna. Deyirlər ki, işləyə də çəkiliş olsun. Yanımda bir çenik işləyirdi, Şəkidən idi. Belə çəkiliş eləyəndə deyirdi, usta deyir, çəkmə mən, onda deyir, nəsə işləyə bilmirəm. Çıxdı, getdi, işləyənmədi. Hər adam işləyə bilmir, axı canı tutmur. İnşallah yollar açılır. Rusiyada gedəcək, orada da iş var. İnşallah. Bir də gördünüz, Rusiyada çəkiliş eləyirik. Hər tərəfə yol açıldı, gedəcəm. Nə var? Amerikada gedəcəm. Amerikaya getirmən qayıtmayacaq, doju yurda qalacaq. Heç nə, dara gəldik də. Plintusu söktük, çıxartdıq ki, plintus bizə maneçilik törədirdi. Niyə? Bizim burada, görürsünüz, ara məsafə az olduğuna görə, ona görə bizə maneçilik törətdi. Onu çıxartdıq, qoyduq qırağa. Bu da belə. Dirillə də bağla.
Getdikcə bu Azərbaycanda usta sayı çoxalır. Yəni usta belə demək olar. Yəni elə usta deyil, belə də, yəni ölməmək üçün yaşayır. Amma yəni gərək sənədi dəqiq biləsən. Kiminsə işinə müdaxilə eləməyəsən. Orada danışır ki, qoşulma məsələn çalba belə alt üstü. Deyir, sistemi təmizləmişəm, nə bilim, nə eləmişəm. Nədir adı? Qəşəng üstünür, super işləyir. Yalanla danışmaq lazımdır. Onu sən desən də, deməsən də, onsuz da biz bilirik ki, o yaxşı işləyir, yoxsa pis işləyir. Sistemini yuyubsən, kirkirmiş çıx get də, orada niyə özünü yandırırsan ki? Ay bu belə olmalı da elə. Sən dünən də əlinə alıbsan aparatı, sistem yuyursan, 15 düzəməlli yuyursan, bilmirəm. Yəni aparata qalmış olsa bizdə də aparat var. Yəni ki, yudun, çıx get, yoxsa sən sistemlə bağlı sənin anlayışın o qədər olmaz mən bilirəm. Çünki olsa da belə sən o sözü gərək deməyəsən. Yəni o deyir, çox bil az danış. Belə götürəndə hamımız bu dəqiqə öyrənirik. Nə olsun, mən 2003-dən işləyirəm, neçə ildir işləyirəm mən. Amma o demək deyil ki, yəni bu da sənədi elə bir şeydir ki, ölən bir günə qədər öyrənirsən. Yəni bu qeyri-mümkündür ki, hər gün gündə bir dənə izah edirlər filan şey. Ona görə yəni çalışaq ki, bildiyimiz şeydən danışaq. Bilmədiyimiz şeyi danışmayaq. Buradan da vurarsan bir dənə ortadan. Amma oradan... Kaperi şey, tərpənci. Ya, tərpənməz bu buradan bax. Düz buradan ortadan vurarsan. Aysa otur bəyilməsin deyə. Məsafə oradan uzaq. Hələ sən oranı vur hələ. Yox, getməz elə. Hara gedir? Deşik deyildim. Deşik açarsan. Hələ oranı vur. İndi sözüm onda deyil. Yəni ki, aparat bizdə də var, odur. Hələ pakovka bir aparatımız var, heç hələ ağzı açılmayıbdır. Hələ siftəsini eləməmişik. Təp-təzədir. İndi müştəri var, bu evi qutarandan sonra gedib onun evin sistemini təmizləyəcək, onu da çəkilişini eləyəcəm. Yəni dərman da yumək üçün aparat var, o birisindən də. Yəni hər bir avadanlıq var, söhbət yox. Allah hamıya qismət eləsin, heç söhbəti yox. Amma yəni ki, necə deyim, bildiyimiz şeyə eləyək də, yalanla niyə bilmədiyimiz şeyə danışaq ki, bu belə də elədir. Özünü insan gərək yandırmayasan, deyir, çox bil, az danış. Bilmədiyin şeyə heç vaxt şey eləmə. Çünki o bilən sənin qabağına o sualı qoyacaq, uca sən qalaşsan. Sözü kəsirəm. Mən məsələt görsən, bu ilə basım oraya getsin, yoxsa... Gedir. Biraz güc eləmək lazım. Preparatla eləsən dağılacaq. Gör gedirsə onunla deyiş. Bax gör, gedir, bax, yoxla. Ehtiyatlı ol. Mən bilirdim ki, olacaq. Prost dedim, qoy özüm. İş gördükcə qabağına çıxsın ki. Murad, o getməz oraya. O mümkündür oraya gedə. Deşməlisən. Deşsən ortadan deş. Getməz. Sverloya qoy. Sverloya qoy. Sverlo ilə deş, gör nəfər gedir. Sverloya qoy, döyənə qoyubsan. Ay, sağ ol. Döyənə qoy. Qoy, getsin. Ay, sağ ol. Qorxma, Yaxşı bura, buradan elə değişməyirsən də. Deyir, birində elə xətt oradan değiş, naldır. Gələ. Ala, karandaş ala. Buradan, baba, düz buradan, bax, buradan değiş. Hayır, hə. Все, abi karandaşımı. Neyse, все. Değiş. Döyənə qoy. Qorxmaya, arxası başdır. Boş döyə deyəsən atar. Deyiş, qorxma, deyiş.
Yaxşı qızsın. Hə, sözümün canı var. Əsas odur ki, yəni deməyim odur. Allah hamının ruzi bərəkətini versin. Mən bu boyda dünyanın işini mən işləyib yiyəsi deyiləm ki, hamının naləsi var, uşağı var. 5 manat evinə çörək pul aparmalıdır. Amma yəni aparsansa düzünü apar da. Kiminsə işinə müdaxilə eləmə. Bilən həmən dəqiqə ona reaksiya verib sənin cavabını verəcək. Sən o haqda da bilmirsən ki, bunun sualına cavab verəsən. Onu qeyri-mümkündür ki, sən onun sualına cavab verəsən. Qalaşsan xırp yerində qutardı getdi. Əgər deyirsənsə, fərqi yoxdursa, gəl səndən nə deyirsən, mərcə girirəm. Qoşaq fərqinə baxaq. Məndə istilik yoxlayan aparat var. Onunla yoxlayaq, görək sən deyən düzdür, yoxsa mən deyən. Gəl məşq gələk, 5.000-dən, 10.000-dən, neçə pulun miqdarının fərqi yoxdur. Gəl məşq gələk, fərqinə baxaq. Hansı fərqi şey olsa, uduzsa, pulunu versin. Bez problemsiz. Razısansa, gəl, problem yoxdur. Hara deysən, laf mən gəlim. Ona görə çalışaq ki, bildiyimiz şeyə danışaq. Bilmədiyimiz şeyə danışmaq lazım deyil. Hansı işin sahənin ustasınsa öz haqqında bildiyin işdən danış. Bilmədiyin şeyə yalanla danışma. İndi oradan 5 manat pul alıbsan, halal xoşun olsun. Apar xərcdə xeyir yerlərə xərcdə, amma başqasının işinə şey eləmə. O sahədən bilmirsənsə qətiyyən danışma. Danışdınsa, bilmədinsə yanaşsan, yəni o məlum məsələdir. Çünki təcrübəli usta o sözü danışmaq deməz. Hə, kiminsə düz görməyən işini deyə bilərsən ki, bu işi düz görməyib, neynəməyib. Yoxsa düz görünməyən işi sən duruya çıxartmalıyıq, o qeyri-mümkün, yəni başdan ayağa səhvdir. Yəni o sözü heç vaxt danışma. Sən çəkdiyin o sistemi, neysə, super sistemdir. O sistemi mən pozuram, təzdən çəkirəm, firdelk eləyirəm. Onda bu ev sahibi səydir, onu şeyliyə, yalandan, elə şey olar. Ona görə hərə öz işindən məşğul olmalıdır. Gedər, orada bir iki yer var, oranı da qoy deşsin, probkasını vursun. Sabaları başlayaq payka işinə. Allahın köməkliyi ilə qurtararıq sabaha yəqin ki. Qurtarmasaq da bir suyuna az bir işimiz qalar. Radiatorlarda krantları köhnə krant idi. Dedik o belə də qalsın, əlavə krant almayaq. Dedim, heç necə məsləhətdə elə deyilək, mənim heç problem yoxdur. Görürsünüz, düz krantlardır. 45 dərəcə 20-lik qoymuşam və vermişəm deşik çöl tərəfə. Bu qədər əzizləyicilər var, görürsünüz, xamutlarda 25-lik boru oldusa 40 santıdan qoyuram. 20-liyə keçəndə 35-dən qoyuram, 5 santı əksik qoyuram. Kim borunun əyilməsində belə deyək, məsafə uzun olanda boru əyilir. Yoxsa götürürlər, nə bilim, 60 santıdan, 70 santıdan borunun uzunluğunu olmasa o xamutun. O boru əyilir. Məsələn, belə deyək, bu iki xamutun ortasındakı xamut olmur. Gör nə boyda ara məsafə olur. O əlbəttə ki, əyiləcəkdir. Olmasa axı. Bir ikinci çəkin çəkəndə yerli malla yox, türk malla çəkin, Bu dəqiqə ağ turba çəkirsən yerli mal olur qıpqırmızı işləyəndən sonra. İstilik dəyən kimin qıpqırmızı olur. Yəni dəfələrlə görmüşəm, şahid olmuşam. İstəmirəm, sadəcə müştəri görür, özü deyir ki, mən istəmirəm. Bir də yerli mal mənlik deyil. Bax belə. Hələlik bu qədər əzizləyicilər. İnşallah növbəti videolarımız olacaq. Sizlər abunə olmağı unutmayın. Sizlərin abunə olmaq bizlər üçün çox önəmlidir. Hələlik bu qədər. Sağ olun, Allah amanında qalın. Sağ olun əzizləyicilər.